Allahla aranda ünsiyyət üçün yerdə bir ev tikməyə elə bir hacət yox. Bu iş geyimi deyil, bu bar geyimidir, bu diskoteka geyimidir, bu gecə klubu geyimidir. Amma ondan işə gəlirlər. Mini geyimli qızları auditoriyaya buraxmıram. Çünki oğlanlar mənim dərsimə yox, o qızın ayaqlarına baxır. Pul huzurlu yaşamaq üçün, rahat yaşamaq üçün təminatlanma hər şey demək deyil. Məsələn, həbs olunmuşam, məcburən həbs həyatı yaşamışam. Salam, hər vaxtınız xeyir olsun News 24-ün daimi izləyiciləri. Reallığın izi ilə layihəmizin bugünkü qonağı Milli Məclisin sabiq deputatı və Ümid Partiyasının sədri İqbal Ağazadədir. Bugün İqbal Ağazadənin həyat yoluna nəzər salıb, ona verəcəyimiz suallara cavab tapmağa çalışacağıq. Salam İqbal bəy, hər vaxtınız xeyir olsun. İqbal bəy, siyasətdən kənarda biz İqbal Ağazadəni necə biri kimi tanıya bilərik? Onu da siz biləcəksiniz, necə tanıyarsınız. Hər kəs öz çevrəsinə uyğun tanınır. Dostlar arasında bir cür, həmkarlar arasında bir cür, ailə içərisində bir başqa cür. İnsan bir obraz deyil ki, insanın müxtəlif obrazları var. İnsan bu həyatda biraz da üzərinə biçilən rollar oynayır. Ata kimi rol oynayır, ər kimi rol oynayır, siyasətçi kimi, peşəsinə uyğun olaraq müəllim olan müəllim kimi, həkim olan həkim kimi hər bir yerdə və o çevrədə də insanlar səni peşəndən kənar necə tanıyırlar. Onu mənim dostlarıma sual verə bilərsiniz, onu məni tanıyan insanlara sual verə bilərsiniz ki, mən peşəmdən kənar necə biriyəm. İnsanın öz-özü haqqında danışması biraz çətindir. Doğrudur. İqbal bəy, sizin üçün ən önəmli həyat dəyəri nədir? Çoxdur. Yəni bir dəyər, deyək ki, bir dəyərin üzərində fokuslaşıb da davam etmək və yaxud da onun üzərində də bir kredolar müəyyənləşdirmək çətindir. Amma mənim üçün ədalət ən vacib elementlərdən biridir. İnsan ədalətli olanda çox şeyləri yerinə qoya bilir. Ədalətli insan əxlaqlı da olur, ədalətli insan vicdanlı da olur, ədalətli insan adil də olur, ədalətli insan proseslərə münasibətdə, adamlara münasibətdə hər şeyi gözləyə bilir, qayda qanunu gözləyə bilir, vicdanlı insan kimi yaşaya bilir. Mənim üçün ədalət çox vacib element. Bəs sizcə hazırda cəmiyyətimizdə bu ədalət prinsipi bərabərmi bölünüb yoxsa? Yox, təəssüflər olsun ki, yox. Ədalət hissi Azərbaycan cəmiyyətində, ümumiyyətlə bütün cəmiyyətlərin hamısında ədalət hissi biraz nisbi anlayış kimi qəbul olunur. Hər kəs öz pəncərəsindən baxır və hər kəs də öz pəncərəsindən baxanda hər kəs öz həqiqətin və yaxud da öz ədalətin görmək istəyir. Amma hamı unudur ki, ədalətin bir adı var, həqiqətin də bir üzü var. Və hər kəs çalışır ki, hamıya öz həqiqətini və öz ədalətini təlqin etməyə çalışsın və hesab etsin ki, o yerdə haqlıdır, o yerdə ədalətlidir. Məsələn, nisbi dedim əvvəlində, məsələn, bir uşaq acdır, o mağazadan çörək uğurlayır. Uşaq haqlıdır, acdır və onun yeməyə ehtiyacı var. Mağaza müdürü onu tutaq ki, hüquq mühafizə orqanlarına versə, o da haqlıdır. Əmlakı uğurlanıb və yaxud da filan. Burada insanın daxili səsi, vicdanı və daxili ədalət hissi rol oynayır və orada insan necə yanaşacaq buna? Təkcə quru və hüquq nöqteyi nəzərdən yanaşacaq, yoxsa həm də bir içinin ədalətini dinləyəcək, vicdanının ədalətini dinləyəcək. Məsələn, hakimlərə qərar çıxarmaq barədə Cinayət Prosessual Məcəlləsində göstəriləndə ki, hakimlər necə qərar çıxarmalıdır, orada həm də deyir, özünün inamına görə, özünün inandığı argumentlərə görə bir faktlar var, bir hüquq var, bir də hakimin özünün inandığı var. Hakim nəyə inandı burada? Bax, ona görə də cəmiyyətimizdə ədalət hissinin və ümumiyyətlə dünyamızda ədalət hissinin olduğu barədə danışmaq biraz absurddur. Amma inanıram ki, hər kəsin içində bir ədalət var, etiraf etməsə belə, insanlar o ədalətdən yaşamasa belə, ən az özü ilə baş-başa qalanda, haqsız olanda belə özünü haqsız kimi görür. Nəticə çıxarırmı bu başqa məsələ? İqbal bəy, zaman dəyişir yoxsa insanlar? İnsanlar zamanı eyni şeydir, 24 saat eyni cür fırlanır. Ta Binəyi qədimdən indiyə qədər 24 saat olduğu kimi fırlanır, zaman da olduğu kimi fırlanır. İnsanlar dəyişir, texnologiyalar dəyişir, insan ağlı sürətli şeylər icad edir və
onun da fonunda özü dəyişməyə məcburdur. Geyimlər dəyişib indiyə qədər, nə qədər geyimlərimiz dəyişib, texnologiyalarımız dəyişib, mindiyimiz avtomobillər dəyişib, həyat şəraitimiz dəyişib, məişətimizə müxtəlif yeməklərdən tutmuş əşyalara qədər nə qədər yeni şeylər daxil olub. Elə təkcə bizim nəslin gördüyü, tutaq ki, adi bir telefon nümunəsi dünənə qədər bir fərqli telefon nümunəsi idi, bugün bir fərqli telefon nümunəsidir. Və buna görə də insanlar özləri dəyişir, dəyişdikcə də məişətinə, həyatına, dünyasına yeni şeylər gətirir. Zaman isə 24 saatdır, bu tərəfə də fırlasan 24 saatdır, o biri tərəfə də fırlasan və o saatın çaxçaxı dayanmadan eyni cür fırlanır. Heç başqa cür fırlanmadı zaman. İnsanlar başqa cür dəyişir, amma zaman heç vaxt başqa cür fırlanmadı. Elə eyni bir dəqiqən 60 saniyədir, bir saatın 60 dəqiqədir, bir sutkan 24 saatdir. Bu şəkildə də davam edir. Bunu heç dəyişib görən olmadı. Amma insanlar anadan olandan ta qəbir evinə qədər dəyişə gedirlər. Ona görə heç bir şeyi zamanın üzərinə buraxmaq lazımdır. Düzdür, bizdə çox məşhur deyimdir və çox istifadə edilir ki, zəmanə korlanıb. Zəmanə korlanmır, dəyişən insanlardır. Və bir də biz bilmirik ki, korlanmışıq mı əslində, yoxsa düzəlmişik mi? Onu da demək çox çətindir. Ona da tarix sonra qiymət verəcək. Qərar verəcək. Bəs maraqlıdır. Deməli insanlar dəyişirsə, cəmiyyət formalaşır, cəmiyyət dəyişir. 20 il bundan qabaqçı, tutaq ki, Bakı şəhərində, indiki Bakı şəhərindəki insanlar formalaşıb, dəyişiblər. Və siz bu dəyişməni necə qiymətləndirirsiniz? Siz də biz Avropaya ayaq uydururuq deyərək, müasirləşirik deyərək, məsələn, bugün bir sıra məsələlər gündəm olur. Kişinin şort geyinməyin, tutaq ki, deyə bilərik, qadınların açıq-saçıq geyinməyin deyə bilərik. Bunları necə qiymətləndirirsiniz? Mən hər kəsin yaşam prinsiplərində, ora geyimlər də daxildir, hərəkətlər də daxildir və s. Məhdudiyyətin tərəfdarı deyiləm, hər kəs özü bilər. Çünki hər kəs öz həyatını özü yaşayır. Lakin bizim bildiyimiz bir şeylər var. Bizim geyimlər və bizim hərəkətlər ictimai mənafelərə, cəmiyyət mənafələrinə zərər vurmamalıdır. Məsələn, biz aşırı surətdə azadlığın nə olduğunu bilmədiyimiz üçün, demokratiyanın nə olduğunu bilmədiyimiz üçün, liberalizmin nə olduğunu bilmədiyimiz üçün bizdə bəzən bu hərəkətlər bayağı alınır. Məsələn, tutaq ki, işə elə geyimdə gedirlər ki, bu iş geyimi deyil, bu bar geyimidir, bu diskoteka geyimidir, bu gecə klubu geyimidir. Amma ondan işə gəlirlər. Bu azadlığı, liberalizmi, cəmiyyət dəyərlərini, iş dəyərlərini bilməməyin nəticəsidir. Və yaxud da ictimai yerlərə, oturuşuna, duruşuna fikir vermədən, falan etmədən gedirlər. Axı, insan bilməlidir ki, hansı yerdə nəyi geyinməyi cəmiyyət üçün problem yaratmır. Məsələn, müəllimə tutaq ki, yetkinlik yaşına çatmış uşaqlara 9, 10, 11-ci siniflərə dərs deyir. Xanım müəllimədir, universiteti yeni bitirib. Anlamalıdır ki, auditoriyada, yəni məktəbdə, sinifdə elə uşaqlar var ki, onlar artıq oyanış dövrünü yaşayırlar, artıq yeni bir mərhələyə adlayırlar, kişilik mərhələsi adlayırlar və s. Mütləq o geyiminə fikir verməlidir. Mən sərbəstəm, mən azadam deyib də ora gəlmək, istənilən geyimdə gəlmək, açıq-saçıq geyimdə gəlmək, qaydalara uyğun olmayan geyimdə gəlmək, nəticə etibarilə o uşaqları dərsdən yayındırır. Bu yaxınlarda efirlərin birində bir mövzuya rast gəlmişdim. Mən deyir, müəllimələrdən biri deyir ki, mən mini geyimli qızları auditoriyaya buraxmıram. Çünki oğlanlar mənim dərsimə yox, o qızın ayaqlarına baxır. Belə bir mövzu var idi. Və əslində müəllimə bəlkə biraz sərt demişdi. Amma doğrusu olan odur. İnsan bilməlidir ki, auditoriya dərs oxumaqdan ötürüdür, elm qazanmaqdan ötürüdür. O bara, gecə klubuna geyinə biləcəyi geyimi gəlib orada geyinmir. Gecə klubuna getmirsənsə, sənin gedə biləcəyin başqa partilər var, filan var, orada geyin və s. Amma mütləq deyil də ki, geyinəsən. Bu cür geyinməyə də bilərsən. Azadlıq başqasının hüquqlarının başladığı yerdə öz haqqından keçməkdir. Cəmiyyət qəbul etməlidir ki, mənim geyimim də, davranışım da, əxlaqım da, hər bir şeydə başqasının hüquqlarına ziyan vurursa, ki vurur, tərbiyə hüquqlarına və s. hamısına ziyan vurur. Burada məhdudiyyətləri özü müəyyən etməlidir. Amma mən qanunlarla o məhdudiyyətlərin tərəfdarı deyiləm, çünki o bir şey verməyəcək. İnsan daxilində, azadlığı dərk edən insan daxilində onu müəyyən etməlidir. Biz liberalizmin fəlsəfəsini anlamırıq ki, liberalizm nədir? Liberalizm hər kəslə yanaşı yaşamağı bacarmaqdır. Mühafizəkarla, dindarla, liberalla, demokratiklə, millətçi ilə
hamının yanaşı yaşamasıdır. Amma bir liberal bir dinçini qəbul etməyəcək, bir mühafizəkarı qəbul etməyəcək, bir mühafizəkar bir dinçi də liberalı qəbul etməyəcək. Bu cür sivilizasiyaların toqquşması düşüncə və təfəkkürün hələlik yetkin olmamasının nəticəsidir. Əslində bizi dəyişən Avropa deyil, bizi dəyişən bütövlükdə insanlardır, texnologiyadır, aldığımız informasiyalardır bizi dəyişən. Bizi Avropa dəyişmir, bizi informasiya dəyişir. Hansı informasiyalar alırıq və o informasiyalardan necə istifadə edirik? Çox təəssüflər olsun ki, Azərbaycanın dövlət siyasəti, televiziya siyasəti, informasiya siyasəti bu informasiyalarını yönləndirmək üçün sistemli bir proqrama malik deyil. Məsələn, Azərbaycan efirləri Azərbaycan insanını çox pis yerə yönəldir. Sənə verilən informasiya səni bir fərqli pis yola da apara bilər. Sənə verilən informasiya səni tərbiyə edərək yaxşı yerə apara bilər. Bu o demək deyil ki, biz informasiyanı qıt eləməliyik, informasiyanı az eləməliyik. Əksinə, bütün informasiyalar doğru verilməlidir və onun istiqaməti, dövlət siyasəti onun düzgün olmalıdır. Daha proqramlarda tutaq ki, uşağını axtaran, arvadını axtaran, ərindən boşanan, ər axtaran bu tipli verilişlərlə biz alınan informasiyanı doğru yerə yönəltməyəcəyik. Adam öldürülür, bütün cəmiyyətlərdə adamlar öldürülür. Bütün cəmiyyətlərdə cinayətlər baş verir. Amma biz o baş verən cinayətin yönləndirilməsi istiqamətində və onun tərbiyəvi üsullarından necə istifadə edirik, sistemli şəkildə necə istifadə edirik ki, başqaları bu cinayətdən çəkinsinlər, bu cinayət etməsinlər. Yoxsa Azərbaycan proqramlarının böyük əksəriyyəti təhrikçi rolunda çıxış edir. Alınan informasiyadan mən də elə o cür ola bilərəm, mən də o cür edə bilərəm kimi bir nəticə çıxarırlar. Boşanan da elədi, evlənən də elədi, nə bilim, xəyanət edən də elədi, başqa yerdən uşağını axtaran da elədi və yaxud da geyim və s. bu şəkildədir. Ona görə də biz bunlara diqqət etməliyik. Bizi daha çox informasiyalar dəyişir. Çox təəssüf ki, biz də informasiya siyasətinin dövlət səviyyəsində yönləndirməyi bacarmırıq. Bugün bəzi efirlər bağlanmalı olsa, konkret olaraq istədiyiniz bəzi proqramlar, tok-şoular falan varmı bağlamaq istədiyiniz? Mən efirlərin bağlanmasının tərəfdarı deyiləm. Bayaq dediyim kimi, mən informasiya siyasətinin düzgün yönləndirilməsinin tərəfdarı deyiləm. Bu efiri bağlayacaqsan, başqa bir efir çıxacaq. X-i efirdən kənarlaşdıracaqsan, Y çıxacaq. Y kənarlaşdıracaqsan, Z çıxacaq. Fərqi yoxdur. Əgər informasiya siyasətini yönləndirmək kimi bir dövlətin vəzifəsi doğru, dürüst yerinə yetirilməyəcəksə, adamları dəyişməyin heç bir mənası yoxdur. Dövlət və idarəetmə sistemlə də, adamlarla deyil. Adamları qoyarsan, o sistemin içərisində ya ağ qarğa kimi görünəcək, ya da sistemə uymayacaqsa onu atacaq kənara. İnformasiya siyasətini, yönləndirmə siyasətini dövlət düzgün təşkil etməlidir ki, nəticələr düzgün olsun. Yoxsa tok-şouların, ayrı-ayrı proqramların bağlanmasının və yaxud açılmasının böyük mənada heç bir rolu olmayacaq. Azərbaycanın televiziya siyasəti, informasiya siyasəti doğru deyil. İqbal bəy, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmusunuz. Həmin illəri necə xatırlayırsınız? Biz universitet tələbələri idik, könüllülər getmişdik. Və amalımız, məqsədimiz Azərbaycan dövləti, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyidir. Şükürlər olsun. Biz o dövrdə nail ola bilmədik, amma yeni nəsil nail oldu. 2020 və 23-cü illərdə keçirilən 2-ci Qarabağ savaşı və antiterror tədbirləri şükürlər olsun ki, həm ərazimizi işğaldan azad etdi, həm də suverenliyimizi bərpa etdi. Xatirəni zaman gələr, bəlkə yazdıq o zaman. İndi hesab edirəm, hələ xatirə danışan vaxtım deyil. Başa düşdüm, laf yaxşı. Bəs indi bilmirəm, bu xatirə olaraq mı olacaq, yoxsa yox? 3-cü çağırış deputat olduğunuz zaman, daha doğrusu 3 çağırış deputat olmuşsunuz Milli Məclisin. Həmin dönəmlər necə idi sizin üçün? Yenə əlinizdə olsa deputat olmaq istəyərdinizmi? Mən siyasətlə məşğulam. Siyasətin açdığı bütün imkanlar və seçkili orqanlar, mən hətta istəməsəm belə, məni məcburən bu proseslərin içərisinə, ya siyasətdən getməliyəm, ya da siyasətin içərisindəyəmsə, qanunun verdiyi imkanlardan və yaxud da ictimai-siyasi vəziyyətdən istifadə edərək bu və ya digər şəkildə seçkili orqanlarda iştirakı hədəfləyən təşkilatıq. Mən olmayacam, bir başqası olacaq, bu mütləqdir. Amma siyasi partiya seçkilərdə iştirak edir. Biz deputat olmaq və yaxud da prezident olmaq üçün və yaxud da bələdiyyə üzvü olmaq üçün aşağıdan yuxarı təbii ki, üzvlərin hamısı. Bundan ötürü çalışmırıq daha doğrusu biz. Azərbaycan cəmiyyətində bir zaman
siyasətimizin prioritetini torpaqların işğaldan azad olunması daşıyırdı. Prioritetimiz bu idi və onun üçün bütün gücümüzü qoymuşduq. Hətta ən sərt çıxışlar edirdik, ən sərt mövqeləri qoyurduq. Hakimiyyəti bəzən təhrik edirdik bu torpaqların işğaldan azad olunması üçün aktiv addım atmağa. Yenə deyirəm, bu proses getdi. Növbəti mərhələ artıq partiyanın qarşısında dayanıb seçkili orqanlarda yüksək faizlə təmsil olunmalı. Bunun üçün çalışırıq. Nə olacaq bu gələcəkdə? Hələ yenə deyirəm, siyasi partiyanın məqsədlərinə çatması təkcə onun özündən və yaxud da Azərbaycan cəmiyyətindən asılı deyil. Biz dünyadan təcrid olunmuş şəkildə bir adada yaşamırıq ki, dünyada baş verən prosesləri də görürsünüz, Azərbaycan daxilində baş verən prosesləri də, o cümlədən onlar siyasi partiyalara da sirayət edir və siyasi partiyalar da nəticə etibarilə bəzən aşırı irəli gedir, bəzən geri çəkilir, bəzən mövqeyini sabit saxlamaq üçün fərqli addımlar atır. Buna görə də hədəflərimiz böyükdür və hədəflərimizə də doğru da gedəcəyik, ömür imkan versin. Təbii ki. İqbal bəy, bir məsələ də maraqlıdır mənə. Gənclik illərinizdə sizi ən çox formalaşdıran nə olub və ya kim olub? Həzrət Əlinin bir sözü var, deyir ki, uşaqlar valideynlərlə çox da olduqları zamanə oxşuyurlar. Zamanə və baş verən, həmin dövrdə baş verən ictimai-siyasi proseslər bizi daha çox tərbiyə etdi. Və təbii ki, ictimai-siyasi proseslərlə yanaşı adamların da rolu, valideynlərimin də rolu, ailəmin də rolu, yaxınlarımın, doğmalarımın da məndən bir yerdə olan, mənim bir yerdə olduğum insanların da böyük rol oldu ki, biz belə formalaşdıq, bu cür formalaşdıq. Çox gözəl. İqbal bəy, pul hər qapını açar ifadəsi ilə razısınızmı? Yox, hər qapını pul açmır. Açılan hər qapıda pulun rolu olur, amma hər qapını pul açmır. İnsan şəxsiyyəti, insanın ictimai-siyasi fəaliyyətlə məşğuldursa və yaxud da peşəsi ilə məşğuldursa, professionallığı, yanaşması, ən başlıcası, necə insan olması rol oynayır. Pul olanda daha yaxşı olur, daha asan yollar arayırsan, amma hər qapı pulla açılmır. Hər iş pulla həll oluna bilməz. Hər iş də pulla həll oluna bilməz. Elə şeylər var ki, o bir sözün dəyəridir, o hər şeyə bərabərdir. Hər şeyə bərabər. Milyardlar verərsən, o sözü ala bilməzsən, amma bir insanın kişiliyi, xarakteri, bir insanın yanaşması, bir insanın münasibəti hər şeyi həll edir. Pulun olması çox yaxşı bir şeydir. Arzu edirəm cəmiyyətimizin bütün üzvlərinin hamısının imkanları çox yaxşı olsun, rahat olsunlar, hüzurlu olsunlar. Pul hüzurlu yaşamaq üçün, rahat yaşamaq üçün təminatlanma hər şey demək deyil. Rahatlığın və hüzurun əldə olunması üçün pul vacibdir. Amma hər şey əldə etmək üçün pul rol oynadır. Bəs elə bir həyatınızda elə bir insanla tanış olmuşsunuzmu, görmüşsünüz ki, pul olsun amma xoşbəxt olmasın? Pul olanların 90% xoşbəxt deyil, bəlkə 100%. Heç vaxt. Maraqlıdır. Pul, Oşonun məşhur bir sözü var. Deyir, əlində nə varsa onunla xoşbəxt olmağı bacar. Əgər yatmağa yerin yoxdursa, parkda skameykanın üstündə yatırsansa, düşün ki, ən varlı adamlar heç vaxt sənin kimi açıq səma altında yata bilməzlər. Buna bax da xoşbəxt ol, ulduzlara baxa-baxa yatırsansa xoşbəxt. Pul olan adamlar xoşbəxt deyil, bəlkə biraz da bədbəxtlər. Maraqlıdır. Çünki pulun gətirdiyi başqa hisslər də var. Doğrudur. Baxın, hər şey olur, övladdan yarımır. Hər şey olur, sağlamlıqdan yarımır. Hər şey olur, tərbiyədən, əxlaqdan yarımır. Hər şey olur, vicdandan, ədalətdən yarımır. Və nəticə nəyə gəlib çıxır? İnsan özü ilə baş-başa qalanda deyir, kaş bu olmayaydı, amma bu olaydı. Doğrudur. Və məşhur bir şeirdə deyildiyi kimi deyir, qardaş, əcəl gələn vaxt ona dövlət var neyləsin. Əcəl hamının qapısını döyür, istəyirsən pulun var, istəyirsən pulun yoxdur. Və hər kəs bir loxma çörək yeyir, mədəsi tutana qədər. Ondan artıq kimsə yemir. Hamı, yenə deyirəm, yaxşı maşında sürmək istəyir, yaxşı evdə də yaşamaq istəyir və bunlar olanda çox gözəl. Amma milyardlarla pulun olsun və yaxud da milyonlarla pulun olsun, bu səni xoşbəxt etməz, bədbəxt edər. Çox bədbəxt edər. Doğrudur. Maraqlıdır. İqbal bəy, sizcə hazırki cəmiyyətimizdə qadın yoxsa kişi olmaq daha çətindir? İnsan olmaq çətindir. Cinsin nə əhəmiyyəti var ki? İnsan olmaq çox çətindir bu cəmiyyətdə. Adam olmaq çətindir. Və qadın ya kişi nə fərqi var? Ortada insanlıq olmayacaqsa heç bir mənası yoxdur. Ona görə də mən insanlara münasibətdə
cinsi bölgünün o qədər də tərəfdarı deyiləm. Ha, mən hesab edirəm ki, qadının qadın yeri var, kişinin kişi yeri var. Bunlar ayrı-ayrı şeylərdir. Və heç bir feminist də deməsin ki, yox, biz bərabərik və s. Niyə ilk görüşə gedəndə və yaxud da qadınla bir yerə gedəndə heç vaxt bir qadın kişiyə gül alıb gətirmir görüşə? Niyə kişilər alır gətirir? Çünki qadının incəliyi var. Ər-arvad yatırlar gecə evdə. Birdən qapı döyülür. Bu gecə kişi açdı, səhər qapı döyülsə deyəcək, dünən mən açmışdım, buyur get, bugün də sən aç. Belə şey olmur ki. Kişinin kişi yeri var cəmiyyətdə, qadının qadın yeri var. Bunu da dünyaya gəlişimizdən, Allahdan yaranan bir şeylərdir bu cür. Hə, tarixən fərqli səbəbləri də olub və s. Amma hər zaman gücün qarşısına, zorun qarşısına, ədalətsizliyin qarşısına kişi çıxıbsa, yeməyin, stol bəzəməyin və s. hamısının qarşısına da qadın çıxıb. Biz də onu bacarırıq, o yemək, içməyi, zadı pişirməyi də filanı da. Lakin bizim o cür düşüncəmiz, o cür romantik baxışlarımız yoxdur. Qadın incə düşünür və incə də düzür stollarını. Biz incə düşünə bilmirik də. Bizim bədbəxtçiliyimiz ondadır. Biz biraz kobuduq, yapımız kobuddur. Biz biraz zora meyilliyik kişi olaraq. Çünki insanın orqanizmində bu gücü var. Bu gücü varsa bunu bir yerə sərf eləyə bilir. İnsan çalışmalıdır ki, onu insanlığa qarşı yönəltməsin, o zordan yaxşı mənada istifadə etsin, pis mənada istifadə olunmasın və s. və s. Amma insan olmaq çətindir, qadın və kişi olmaq elə də problem deyil və heç kim öz könlü ilə qadın, öz könlü ilə kişi olmur ki, hansı yaxşıdır deyə bir seçim edir. Allahın yaratdığı insanlarıq, birimizi kişi yaradıb, birimizi qadın. Taleyimizdən barışırıq və yaşayırıq bu cür. Olduğun cinsdə və olduğun yerdə insan kimi yaşamağı bacarmalısan, insan olmalısan və hər kəs sənə insan kimi, adam idi deyilə biləcək bir adamsansa, yaşamısan bu dünyada. İqbal bəy, gərgin siyasi gündəmdən uzaqlaşmaq üçün siz özünüzə necə məşğuliyyətlər tapırsınız? Nələrlə məşğul olursunuz? Mən ümumiyyətlə siyasəti evimə, siyasəti başqa həyat tərzimə, peşəmi həyat tərzimə, digər həyat yaşamlarıma daşımayan adamam adətən. Mən işim var, işimdəyəm və bu işim bitdisə, evimə getdimsə, mənim ev qayğılarım var, ev işlərim var, mənim orada öz mühitim var. Mən oralarla siyasətlə məşğul deyirəm ki, buradakı gərginliyi də orada danışım. Ona görə Allah şükür elə bir gərginlik deyilən bir şey yoxdur. Həm mənim özümdən asılı olmadan yaşatdığım gərginliklər olub. Məsələn, həbs olunmuşam, məcburən həbs həyatı yaşamışam. Və o həbs həyatımda mənimlə bərabər doğmalarım da əziyyət çəkib. Amma belə, bu da siyasətçinin talihidir qismən. Həyatdır o da. İqbal bəy, imkan olsaydı ömrünüzün hansı vaxtlarına qayıtmaq istəyirdiniz? Mən ömrümün ən gözəl vaxtlarında. Ən gözəl vaxtlarında? Mən ömrümü elə yaşamamışam ki, hansısa bir dövrün həsrətini çəkim, hansısa bir dövr üçün peşman olum. Və yaxud da bugün çox pis yaşayayım deyim ki, kaş o dövrdə olaydım. Təbii ki, gənclik enerjidir, gənclik biraz fərqlidir, amma bugün də özümü gənc hesab edirəm və hesab edirəm ki, hələ həyatım qarşıdadır, gözəl günlər yaşayacağım hələ. Ona görə də bu yaş da gözəldir. Zəlimxan Yaqubun bir sözü var, deyir, demə ki, əyridir, qaş da gözəldir. Hər yaşımız gözəlliyi var və mən o gözəlliyin də dadını çıxarda bilən adamlardanam. Son olaraq bir məsələyə toxunmaq istəyirəm. Dinə bağlı insana bənzəyirsiniz. Yəni, hər halda dinə sıx... Mən imanlı insanım, belə deyək. İmanlı insansınız. Amma imanımla mənim aramda nə şeyx var, nə molla var, nə axund var, nə imam var. Allahla mənim aramda kimsə yoxdur. Yoxdur. Son günlər... Mənim dinimin, mənim imanımın şeyxi, mənim inamımın axundu, mollası yoxdur. Doğru. Mən təşkilat üzvü deyiləm. Nə mənada soruşmaq istəyirdim. Bir neçə gün öncə bir iş adamının, məşhur bir iş adamının efirdə verdiyi bir müsahibə çox qalmaqala səbəb oldu. Bir sıra şəxslər də bununla bağlı fikirlərini bildirdi. Sizin də fikriniz mənim üçün maraqlıdır ki, həmin şəxs bildirmişdi ki, əlimdə olsa hazırda bütün məscidləri söküb yerində məktəb Biraz tikərəm. fikrin abartıb biraz, elə demək istəməyib əslində. Biraz fikrin özü demişkən, biraz savadsızdır deyə fikrini yaxşı ifadə etməyib. Amma yanaşmasında həqiqət payı az deyil. Allahla aranda ünsiyyət üçün yerdə bir ev tikməyə elə bir hacət yoxdur. Sən Allahla öz aranda qaydaları düz tut, ged bir küncdə, torpağın üzərində belə Allaha ibadət elə. Amma məktəbə mütləq ehtiyac var. Çünki o məktəbdə insanların, cəmiyyətin, hətta dinin özünün belə gələcəyi çox asılıdır.
Biraz sadəcə fikrini doğru ifadə etməyib. Amma genəldə bugün məktəb açılmağa böyük ehtiyac var. Cəmiyyət də çox təəssüf ki, onun üzərinə gedir. Ay, məscidləri bağlayıb, məktəb açacaq deyə az qala linç edirlər. O cür yanaşmaq doğru deyil. Baxın, bir 1000-ə qədər iş adamı, 10.000-ə qədər iş adamı var mı Azərbaycanda? Cəmləşib 500 məktəb açılmış olsaydı, nə olardı? Və orada hər birində 700 uşaq oxusaydı, nə olardı? 350 min uşaq oxuyardı. Və daha müasir məktəblər, daha müasir təminat olunmuş. Hə, məscidləri açırıq. Cümə günü getdi, məsciddə ibadət etdi. Dəyişən nə? 5 manat oradan kimsə para qazanır. Bir ya iki adam o məktəbdən 700-800 uşaq təhsil alıb çıxır, nə qədər də müəllim çıxır ortalığa. Amma Allahla sənin ibadətinə evində və yaxud da açıq səma altında nə mane olur ki? Allah Teala bunu sənə məcbur buyurmayıb ki, mənim üçün orada məscid tikin, ev tikin. Buyurmayıb. Amma oxunu buyurub, amma öyrənini buyurub, amma elmi buyurub. Buyurduğun ev. Çox təşəkkür edirəm İqbal bəy. Minnətdaram.